Hər vaxtınız xeyir dəyərli müəllimlər. Hər birinizi salamlayıram. Bu video vasitəsilə 21-ci əsr kompetensiyaları haqqında məlumat verəcəm. Ümumiyyətlə kompetensiyalar nə deməkdir? Kompetensiyalar 21-ci əsrdə bizə lazım ola biləcək səriştələrdir ki, biz buna təbii ki, məktəb prosesində, təhsil müəssisələrində də yiyələnməliyik və ümumiyyətlə 21-ci əsr kompetensiyalarını ilk dəfə bu fikri kim ortaya atmışdı? 2006-cı ildə Avropa Şurası tərəfindən müəyyən olunmuşdu və 8 kompetensiya müəyyən olunmuşdu. Yəni bu deməli 8 kompetensiyaya yiyələnmiş şəxs deməli artıq belə deyək ki, 21-ci əsrin tələblərinə tam şəkildə uyğun olan bir insandır, bir şəxsdir ki, yəni artıq bu dövrün nəbzini tutaraq yaşaya bilər daha rahat şəkildə. Və buna görə də 21-ci əsrdə bu formalaşdırılan kompetensiyalar qeyd etdiyim kimi məktəb dövründən başlanmalıdır, uşaqlarda formalaşdırılmalıdır və daha sonrakı dövrlərdə uşaqlar zaman keçdikcə özlərində formalaşdırılan, hansı ki, ilkin qazandıqları bu bacarıqları vərdişə çevrilə bilər və bu vərdişlər zaman etibarilə onlarda kompetensiya yaradacaqdır. Yəni təcrübəyə çevriləcəkdir. Dəyərli müəllimlər, 2006-cı ildə Avropa Şurasının müəyyən etdiyi kompetensiyalar bunlardır. Savadlıq kompetensiyası, çox dil bilmək kompetensiyası, riyazi, elmi və mühəndislik kompetensiyaları, mədəni məlumatlıq və özünü ifadə etmə, şəxsi və sosial öyrənmə kompetensiyası, vətəndaşlıq kompetensiyası, sahibkarlıq və rəqəmsal kompetensiya. İndi isə dəyərli müəllimlər, keçək bu kompetensiyalar haqqında ətraflı, sadə və səlist izaha. Deməli, gəldik biz birinci savadlıq kompetensiyası. Ümumiyyətlə biz bir sahədə nəyi öyrənmək istəyiriksə, yəni bu təbii ki, Azərbaycan dilindən söhbət gedir də, yəni öz dilimizdə söhbət gedir. Biz məsələn yazılı və şifahi şəkildə tutalım ki, bax mən indi dərsi izah edirəm, siz dərsi dinləyirsiniz şifahi formada. Dinləyirsiniz. Dinlədiyinizi daha sonra anlayırsınız. Daha sonra yəni onu müxtəlif formalarda mən sizdən dərsi soruşanda siz onu şərh edirsiniz və yaxud da müxtəlif formalarda, üsullarda öz fikrinizi çatdırırsınızsa və mən sizdən buna aid nümunə istəyəndə demək müəyyən fikirlər öz arqumentlərinizi nümunələr çəkə bilirsinizsə, deməli bu halda siz savadlıq kompetensiyasına yiyələnmirsiniz deməkdir. Yəni bir insan oxuduğu və dinlədiyi məlumatı, informasiyaları, deyək ki, bu nə informasiya adı da ola bilər, fikirdir, arqumentdir. Burada müəyyən, bir-birinə oxşar sözlər qeyd edə bilər ki, onları anlayırıq, şərh edirik, müxtəlif formalarda, üslublarda əgər fikrimizi ifadə edə biliriksə, deməli bu olacaq savadlıq kompetensiyası. Ümumiyyətlə dəyərli müəllimlər, qeyd etmək lazımdır ki, burada belə deyək də, məsələn, tutalım, bəzən ola bilər ki, uşaqlar dərsi dinlədilər, məsələn, anladılar, amma uşaq çıxıb dərs danışa bilmir. Deməli, və yaxud da ki, bir insan, məsələn, baxırsan ki, indi müəllimlər arasında da ola bilər, bəzən o, soruşursan, fikrini tam şəkildə ifadə edə bilmir. Deməli, müəllimin özündə də savadlıq kompetensiyası zəif ola bilər. Çünki insan anladığını izah eləyə bilirsə, müxtəlif formalarda artıq nümunələr gətirə bilirsə, fikrini ifadə edə bilirsə, deməli, həmin şəxs savadlıq kompetensiyasına yiyələnmişdir. Yəni ümumiyyətcə burada da qeyd olunduğu təkcə mətni oxumaq deyil, mətnin məqsədini, əsas ideyasını. Məsələn, siz belə deyək də ədəbiyyatdan və yaxud da ki, bir əsər oxuduqda, bir mətn oxuduqda sizə məsələn tutalım deyək ki, sosial şəbəkədə nəyisə haqqında bir məlumat paylaşılıb, o məlumatı oxuyursunuz. Wikipediyadan sizə maraqlı olan bir məlumatı, bir sözün mənasını araşdırırsınız və yaxud da bir məqaləni araşdırırsınızsa və bu zaman siz əgər həmin mətnin əsas məqsədini, əsas ideyasını, gizli o mesajlar var, o bəzən sətiraltı mənaları müəyyən edə bilirsinizsə və öz fikirlərinizi auditoriyaya, məsələn, tutalım ki, məsələn, 5-ci sinifdə Azərbaycan dilinə qrammatika fərqli verilə bilər, isim mövzusunda məlumat fərqli verilə bilər, 6-da fərqli verilə bilər, 7-də də fərqli verilə bilər, amma əsas odur ki, bu fərqli nədən ötəridir? Təbii ki də uşaqların yaş xüsusiyyətlərinə görə, onların psixologiyasına görə. Çünki mənim auditoriyam 5-ci sinifdirsə, deməli mən məlumatı 5-ci sinifə uyğun şəkildə çatdırmalıyam, dəyərli müəllimlər. Və ona görə də məsələn siz bir auditoriyada çıxış edirsinizsə və qurduğunuz nitqinizdə mütləq auditoriyanı nəzərə almalısınız və bu özü savadlıq kompetensiyasıdır. Yox, mən 5-ci sinifdə, 10-cu sinif məzmununda bir material ötürürəmsə, bu müəllimin savadlıq kompetensiyasının aşağı olduğunu göstərir ki, yəni bu o deməkdir ki, müəllim auditoriyanı seçə bilmir. Davam edirik dəyərli müəllimlər. Yəni bu o deməkdir ki, yəni auditoriyanı seçmək lazımdır. İndi burada diqqət eləyək. Mütləqdir ki, dəyərli müəllimlər, bu deməli
kurikulumda açar məqamları müəyyən etməkdən ötəri onu əzbərləmək, o başa düşmək lazımdır. Ki, savadlıq kompetensiyası bizim nəyimizə lazımdır? Bunun adını niyə görə qeyd ediblər? Baxın, bayaq da izahda qeyd elədim. Yəni auditoriyanı seçmək özü belə savadlı. Məsələn, yazılı və şifahi formada fikirlərini kiməsə çatdırmaq. Tutalım ki, məsələn, məktub yazırsınız. Məktub həmin adama uyğun şəkildə yazmalısınız. Yəni tanımalısınız, yazmalısınız. Məsələn, deyək ki, ərizə yazırsınız. Məsələn, referat yazırsınız, əməli yazı nümunələri olsun. Ki, məsələn, təqdimat yazırsınız. Və bu özü də yəni savadlıq kompetensiyasıdır. Məsələn, burada mətn tipləri var. Məsələn, bədii mətnlərdir, elmi publisistik, media mətnləri, rəqəmsal kontent. Bunlarla işləyə bilməkdir. Bunları məsələn oxuyandan sonra bilməlisən ki, məsələn, uşaqlarda indi 9-cu, 11-ci siniflərdə mətn nümunələri düşür ki, bədii mətindir, terminoloji mətindir, informativ mətindir. Uşaq bunu ayırd edə bilirsə, deməli savadlıq kompetensiyasıdır. Uşaq müəyyən edərkən fikirləşir ki, ən çox bədii məcazi mənalı ifadələrdən istifadə olunursa, deməli bu bədii mətindir. Yox, daha çox məlumat vermə məqsədli istifadə olunursa və oradakı deməli məcazi mənalı ifadələr sırf fikri izah etməyə xidmət edirsə, deməli bu olacaq nə? İnformativ mətn olacaq. Daha çox terminlərdən istifadə olunubsa və bu hansısa bir mənanı açmağa xidmət edirsə, deməli bu da olacaq terminoloji mətn. Yəni burada oxuduqlarının təyinatını belə başa düşə bilmək olacaq, yəni savadlıq kompetensiyası. Dəyərli müəllimlər, Azərbaycan dili burada da özündə nümunələr var. Deyir, Azərbaycan dili dərslərində şagird hekayəni demək səlis oxumaqla kifayətlənmir. Personajlara məsələn deyək ki, onları hərəkətlərini əsaslandırır. Əgər məsələn siz sinifdə uşaqlarla deyək ki, bir deməli ədəbiyyat dərsini keçirsiniz, deyək ki, Firuzə Qaşlı Xəncər və oradakı obrazları səciyyələndirməyi deyirsiniz və uşaqlar həmin mətni oxuyurlar, oxuduqdan sonra başlayırlar həmin əsəri səsli formada, deməli səsli və yaxud da yazılı formada obrazın xarakterini təhlil etməyə. Məsələn, obrazın mənfidirsə niyə görə mənfidə əsaslandırırlar və bunu əsərdən nümunə gətirərək eləyirlərsə, bu təbii ki, savadlıq kompetensiyasıdır. Yəni nəyisə yaxşı pis demir, sadəcə o eyni zamanda onu əsaslandırır. Məsələn, tarix dərsində eyni hadisələr demək oxuyur, mənbələri bir-birinə müqayisə eləyə bilirsə, deməli hər iki mənbədə məlumatları oxuyur, anlayır və onları başlayır izah eləməyə. Ki, yəni buradakı bu mənbədə oxuduğum məlumat mənə daha çox səmərəli oldu, nəinki digərindən. Başlayır bunlara oxşar fərqli xüsusiyyətləri müəyyən etməyə. Bu halda da bu olacaq nə? Deməli savadlıq kompetensiyası. Və bu müqayisəni apara bilmək özü də təbii ki, biz taksonomiyanın təhlil və yaxud da anlama mərhələsi ilə uyğunlaşdıra bilərik. Məsələn, şagird dedik ki, yəni gündəlik həyatında, yəni müəllimə atılan e-maillərdir, sosial şəbəkələrdə dostuna yazdığı mesajlardır. Bunlar hamısı olacaq savadlıq kompetensiyası. Bəzən olur ki, bir adam bir adama mesaj yazır, birinci yazır salam. Bu bizim özümüzdə də ola bilər, amma əslində biz çox hallarda belə etməməliyik. Salam yaza bilər, onların mesajları elə xırda-xırda yazır. Yəni bu özü də savadlıq kompetensiyasına əks olan, yəni göstəricilərindən biridir. Çünki əgər bir insana fikir bildirmək istəyirsənsə, mətni tam şəkildə qeyd etməlisən. Sonra layihə işləri zamanı müxtəlif mənbələrdə məlumat toplamaq. Baxın, məlumat toplamaq. Məsələn, siz əgər məlumat toplamaq istəyirsiniz, nə haqqında? Deyək ki, şahsman xətayı haqqında bir nəsə bir layihə işi hazırlayırsınız da, yəni o belə deyək. Və yaxud da qəzet materialları barədə yəni bir layihə işi hazırlayırsınız. Başlayırsınız, nə edirsiniz? Demək, məlumat toplamağa. Məlumat toplayarkən sizə lazım olan məlumatı saxlayıb lazım olmayanları atırsınız. Təkrar, demək, etibarsız məlumatları bu gördüyünüz kimi kənara qoymaqdır. Əsas fikirləri sizə seçib onu plana uyğun şəkildə yazmaqdır. Onları sistemləşdirməkdir. Belə deyək ki, təqdimatı artıq hazırlamaqdır. Çünki internetdə məlumat bolluğu çoxdur və bu məlumatlar arasında özünə lazım olanı şagird seçirsə, deməli burada savadlıq kompetensiyasına yiyələnmişdir. Deməli, davam eləyirik. Deməli, gəldik çox dil bilmək kompetensiyası. Çox dil bilmək kompetensiyası nə deməkdir? Qeyd eləyək. Çox dil bilmə kompetensiyası bu nə deməkdir? Yazılı və şifahi dildə savadlıq kompetensiyasında olan xüsusiyyətlər demək olar ki, çox dil bilmə kompetensiyasına da aid edə bilərik. Deməli, məsələn, şifahi və yazılı şəkildə, yəni belə deyək ki, dilləri anlamaq, ünsiyyət qurmaq, bu dillərdə təqdim olunan deyir informasiyanı, mən qələmim sönüb. Təqdim olunan informasiyaları anlamaq, fikrini yazılı və şifahi şəkildə ifadə etmək bacarıqdır. Burada təbii ki, biz leksik qrammatik xüsusiyyətləri nəzərdə tutmuruq. İnsanların ünsiyyəti burada əsas rol oynayır. Belə deyək ki, həm formal təhsildə, ümumiyyətlə formal təhsil nədir? Məktəbdə keçirilən təhsildir və eyni zamanda qeyri-formal, eyni zamanda kurslarda keçirilən təhsil nəticəsində uşaqlar çox dil bilmə kompetensiyasına yiyələnə bilərlər. Yəni insanların belə deyək ki, məsələn, deyək ki, kimsə YouTube kanalı açıb və uğura nail olub. Uğura nail olduqdan sonra deyək ki, 100.000 izləyicini keçib, artıq YouTube ona müəyyən o lövhələri var da, onları göndərirlər və maaş da verirlər və bunun üçün də e-mail gəlir. Deyək ki, həmin şəxsə e-mail gəlir ingilis dilində və həmin şəxs açır
ingilis dilində həmin e-maildə yazılan məlumatları oxuya bilirsə, təbii ki, həmin şəxs çox dil bilmə kompetensiyasına malikdir. Burada elə qeyd etdiyim onun məzmununa aiddir. Sonra beynəlxalq layihələrdə iştirak edir uşaqlar. Məsələn, deyək ki, xarici olimpiyadalara gedirlər, beynəlxalq fənn olimpiyadalarına gedirlər. Fənn olimpiyadalarına gedən zaman onların dostları ola bilər, kənarda məsələn yeni dostlar qazana bilərlər və bu zaman onlar həmin dostlarla ingilis dilində ünsiyyət qura bilərlər və bu ünsiyyətləri daha sonra virtual ünsiyyətə çevrilə bilər və bu zamanda uşaqda deməli çox dil bilmə kompetensiyası özünü göstərmiş olur. Məsələn, turistlərdə ünsiyyətdə məsələn bəzən olur ki, uşaqlar məsələn şəhərdə gəzərkən görürlər ki, hansısa turist onlara yaxınlaşır və qısa şəkildə onlar cavab verirlər turistlərə. Düz təbii ki, ingilis dili, yəni yüksək səviyyədə bilmirsə uşaq, yəni müəyyən sözlərdən izah edə bilər və bu halda da uşaqlar artıq çox dil bilmə kompetensiyasını öyrənməyin başındadırlar və yaxud da deyək ki, bilir. Məsələn, turist ona falan yer, içəri şəhər hardadır, içəri şəhər istiqamətini göstərir və yaxud da ki, nə isə istəyirsə qısa şəkildə onun izahını verir. Təbii ki, yəni bu öz dili deyil də. Qısa şəkildə izahlar verirsə belə bu halda çox dil bilmə kompetensiyasına yiyələnmiş olur. Daha sonra müəllimlər biraz kompetensiyaların ən qarışıq nöqtəsi riyazi, elmi və texnoloji, yəni mühəndislik kompetensiyasıdır. Bir çox hallarda təbii ki, müəllimlər burada çaşa bilirlər, amma qeyd edeyim ki, bunlar elə özləri çox asandılar. Deməli, burada nəyi qeyd edirik? Riyazi kompetensiya təbii ki, bizim bildiyimiz kimi gündəlik həyatda riyaziyyatdan istifadə eləyə bilirik. Amma biz bu riyaziyyatı təkcə hesablamalar formasında etmirik. Eyni zamanda düşüncə tərzimizdə də bu bizim yer alıbdır. Belə ki, biz düşüncə tərzimizdə riyaziyyatdan necə istifadə eləyirik? Və baxın, nə isə ümumiləşdiririk. Məsələn, bir neçə nümunələrə baxırıq, o nümunələri ümumiləşdiririk. Deyirik ki, hamısı buna aiddir. Məsəl üçün belə. Tutalım ki, bir nəsildə məsələn, bir neçə nəfərin tutalım ki, ali təhsilli olduğunu məsələn eşidirik. Deyirik ki, hər kəs ali təhsillidir. Məsəl üçün buna sadə bir nümunə gətirək. Deyirik ki, hə, o nəsil oxumuş nəsildir. Bunu nəynədir? Ümumiləşdirdik. Deməli, bu riyazi kompetensiyaya aiddir. Qanuna uyğunluqları görmək. Nəyinsə uyğun olduğunu görə bilmək. Uyğunlaşdırmaq. Yəni bu özü də məsələn fərqləndirmək demirəm, amma uyğunlaşdırmaqdırsa, deməli bu özü də nə olacaq? Riyazi kompetensiya olacaq. Daha sonra məntiqi riyazi arqumentlər qurmaq. Məsələn, uşaqlar özləri belə deyək ki, şahmat oyunu apararkən və yaxud da debat üsulundan istifadə eləyərkən bir-birlərinə arqument bildirirlər. Arqumentlər mütləqdir ki, bir arqument bildirəndə mütləq onu əsaslandırmalıdırlar. Digər ona əks arqument deyir. O əks arqument də mütləq şəkildə əsaslandırmalıdır və dolayısıyla yolla deyə bilərik ki, deməli bizim bu debat üsulu uşaqlarda məntiqi riyazi belə intellekti formalaşdırır. Və burada da belədir ki, məntiqi riyazi demək arqumentlər qurmaq özləri də yəni daxildir riyazi kompetensiyaya. Yəni məntiqdir də, riyaziyyat özü məntiqdir. Məsələn, deyək ki, nəticəni riyazi dillə ifadə etmək. Məsəl üçün belə deyək də, nə isə rəqəmlər formasında, siz nə isə statistika formasında, formullar şəklində, məsələn, formullar daha çox harda özünü göstərir. Məsələn, mən səhv etmirəmsə kimyada onu görə bilərik. Modellər şəklində bir şey ifadə eləyirsinizsə, diaqramlar formada ifadə eləyirsinizsə, qrafik şəkillər vasitəsilə ifadə eləyə bilirsinizsə fikrinizi, artıq siz burada deməli qeyd edeyim ki, riyazi kompetensiyaya sahib olmusunuz. Məsələn, deyək ki, bir şəxs şirkət açıb və şirkətdə öz işçiləri ilə bağlı, öz işçiləri ilə birlikdə demək iclas keçirilir və iclasda görürsünüz ki, bir elektron lövhə var, lövhədə bir diaqram qeyd olunmuşdur, orada müəyyən bir statistikalar qeyd olunub. Məsələn, deyək ki, satış şirkətisə, yəni bu ay ərzində nə qədər satış olunub, yəni bundan əvvəlki ay nə qədər satış olunub, bir il ərzində ümumiyyətcə onların satış miqdarları nə qədərdir, onların işçi belə sayı nə qədərdir, işçilərə nə qədər maaş veriblər, əgər satış yəni gözlənilən nəticəni verərsə işçilərin maaşı nə qədər qaldırılacaq, yəni bu da bir növ işçiləri belə deyək ki, motivasiya edən əsas qaynaqlardan biridir və bu şəkildə yəni diaqram formasında fikirlərini ifadə edir. Və bundan əlavə statistikanı biz özümüz də real həyatda edirik. Məsələn, deyək ki, bir evə bazarlıq edirik. İndi də bayram ərəfəsidir. Məsəl üçün deyək ki, adi halda aldığımız ərzaqlar bayram günlərində, yəni belə deyək ki, qiymətlər qalxa bilər. Və biz nə edirik? Fikirləşirik ki, mən noyabr ayında bazarlıq elədim. Tutalım ki, 250 manatlıq bazarlıq elədim və bu mənim bütün tələbatımı ödədi. Yəni yanvar ayda deyək ki, biraz fərqləndi. Ondan biraz fərqləndi və bu yenə də yəni qənaətbəxş normal hesab elədik. Tutalım deyək ki, fevral ayında da deyək ki, alış-veriş etdik, amma Novruz bayramı ərəfəsində alış-veriş elədik, 350 manatlıq deyək ki, alış-veriş elədik. Keçdik məsələn aprel ayına, aprel ayında mən 400 manatlıq alış-veriş elədim və deməli mən nə etdim?
mən nə etdim? Mən nəyə artıq pul xərclədim? Necə etdim ki, yəni mən daha artıq pul xərclədim və eyni zamanda yəni statistikanı bu şəkildə də qurmaq olar ki, şəxs deyək ki, maaş alır və maaşı faiz formasında ifadə edir. Deyir ki, mən bu ay faiz formasında, bax burada olmalıydı. Faiz formasında ifadə edə bilmək. Bax, faiz formasında. Deyir ki, məsələn, tutalım ki, maaşı aldım, falan faiz məsələn kommunala ödəyirəm. Məsələn, deyək ki, 10% kommunaldır. Deyək ki, nə bilim, 30% deyək ki, evə olan bazarlıqdır. Nə bilim, neçə faizi mən xeyrə şərə gedirəm, onun puludur. Neçə faizi bizim gəzmək pulumuzdur. Neçə faizi bizim deyək ki, istirahətə gedəcəyik, onu xərclədik, neçə faizi yardım etdik kiməsə və s. bunu faizlər şəklində qurur və fikrini bu formada ifadə edirsə, deməli riyaziyyata aid siz nə termin eşitdinizsə, deməli bu olur riyazi kompetensiya. Aydın oldu yəqin ki, müəllimlər. Yəni qrafik şəklində əgər şəxs qrafiki oxuya bilirsə, deməli riyazi kompetensiya sahibdir. Əgər verilən statistikalar şəklində fikrini ifadə edirsə, bayaq dediyim kimi, riyazi kompetensiya sahibdir. Diaqram şəklində fikrini ifadə edir və diaqramı oxuya bilirsə, riyazi kompetensiya sahibdir. Məsələn, deyək ki, nisbəti, məsələn, tutalım ki, maşın sürürsüz. Maşın sürən zaman siz qarşıda deyək ki, sağa dönməlisiniz və həmin şəxs müəyyən edir ki, mən neçə kilometr qalmış sürəti tənzimləməliyəm ki, həmin döngədən rahat dönə bilim və heç bir problem yaranmasın və bunu hesablaya bilmək, məsafəni müəyyən edə bilmək özü də riyazi kompetensiya sahibdir. Və yaxud da öz həyatı barədə nəyisə hesablaya bilmək, öz məqsədlərinə çatmaqdan ötəri, məsələn, mən nə alacağam, mənə nə lazım olacaq, nə qədər vaxt sərf edəcəm və bütün bunları planlaşdıra bilməkdir. Yəni öz həyatını belə hesablaya bilməkdir ki, bu təbii ki, məntiq tələb edir və bu da dolayısıyla yolla riyazi kompetensiyaya aid olan xüsusiyyətdir. Dəyərli müəllimlər, elmi kompetensiya nə deməkdir? Elmi kompetensiya burada təbii ki, elmlə bərabər, əsas mənşəyidir, elm dayanır. Elmlə bərabər demək, ümumiyyətcə şəxsi müşahidə edə bilmək qabiliyyətidir. Eksperiment apara bilmək qabiliyyətidir. Müşahidə etdiklərini ola bilər ki, reallaşdıra bilər. Uşaq nə isə müşahidə eləyir. Tutalım ki, məsələn, internetdə çox yayılıb elə videolar, nə bilim, qaşıqları dördbucaq şəklində düzür. Hər qaşığın üstünə deyək ki, bir dənə saat daşı qoyur və ortaya da bir qəpik qoyur və qəpik ortada fırlanır, qalxır havaya fırlanır. Və uşaq nə edir onu? Uşaq onu görür və görəndən sonra eksperiment aparır. Yəni, başlayır onu reallaşdırmağa. Görür, bu özü də olur elmi kompetensiya. Model qurur. Nəyinsə modelini qura bilir. Şəxs nəyinsə modelini qurur. Məsəl üçün, deyək ki, fizika dərslərində daha çox bu özünü göstərə bilər. Nəyinsə modelini qura bilər. Məsələn, tutalım ki, nəticələri təhlil edib tənqid və qiymətləndirilməsi. Məsələn, biz bunu daha çox aid eləyə bilərik, dəyərli müəllimlər, mədəni davranışa. Əgər bir müəllim mədəni davranış etik prinsipində olduğu kimi tənqidləri dinləyir və ondan nəticə çıxara bilirsə, deməli, burada artıq müəllim elmi kompetensiyaya sahibdir deməli. Çünki o tənqidi belə deyək ki, üzr istəyirəm, təhqirdən ayıra bilir və bilir ki, tənqidlərdən nəticə çıxarmaq onu inkişafa apara bilər. Və bu zaman nə edir? Tənqiddən nəticə çıxarırsa, bu elmi kompetensiyaya yiyələnib deməkdir. Məsələn, tutalım, bax, nə dedik? Müşahidə elədi, eksperiment apardı və başladı nəticəni təhlil etməyə. Və uşaq düşünməyə başladı ki, niyə görə axı bu qəpik fırlansın da, qalxsın havaya, hərəkət eləsin. Səbəbi nədir? Təbii ki, burada bu zaman nə edəcək? Uşaq təhlil eləyirsə, fikirləşə bilər ki, maqnit sahəsi yarana bilər. Və bu zaman həmin o qəpik metal olduğuna görə havaya qalxıb fırlana bilər və bu da təbii ki, artıq nəticəyə çatmış ola bilər. Görürsünüz, burada elm var. Deməli, burada uşaq fizikada öyrəndiklərini də, məsələn, fizikada öyrəndiyi dərslə bunu uyğunlaşdırdı. Məsələn, videoda gördüyü həmin o elementləri reallaşdırdıqdan sonra, yəni deməli, fizika fənnindən aldığı biliklərlə uyğunlaşdırdı. Bu halda bu nə olur? Elmi kompetensiya olur. Görürsünüz, hər hansı bir elmə söykənmək var. Model qurursa, yenə də fizika ola bilər, nəysə modelin qurursa və yaxud da bu başqa fənlərdə də özünü göstərə bilər və s. Yəni, hər bir fənnin özünün öz təyinatı var təbii ki. Elmi kompetensiya zamanı şagirdlər nə edə bilər? Məsələn, hər şeyi nəysə sual altında qoya bilir. Ümumiyyətlə biz qeyd edirik ki, uşaqlar daha çox, belə deyək ki, kurikulumda da belədir ki, nəysə bir fikir yürütməzdən əlavə sual vermək də uşağın təfəkkürünü hərəkətə gətirən elementlərdən biridir. Yəni, əgər uşaq nəysə sual altında qoya bilirsə, məsələn, nəysə müşahidə eləyir, təcrübədən keçirdir, deyir ki, niyə belə oldu? Sual yarada bilirsə özündə, deməli, bu uşaqda elmi kompetensiya var. Deməli, o sual o uşağın beynini, düşüncəsini hərəkətə gətirəcək, inkişaf elətdirəcək, onu daha çox axtarıcılıq funksiyası yaradacaq və nəticə etibarilə nə olacaq? Uşağın biliyinin üstə bilik gələcək və uşağın elmi bir qədər də genişlənəcək. Yəni, sual formalaşdıra bilmək və uşaqları sual formalaşdıra biləcək bir təfəkkürə gətirmək artıq onlarda elmi kompetensiyanın inkişafına yol açan amillərdən biri olacaqdır. Məsələn, deyək ki, dedik ki, uşaq müşahidə elədi,
təcrübədən keçirtdi. Sonra uşaq deyək ki, hər hansı bir fərziyyə irəli sürür. Məsələn, deyək ki, biz bir problemli situasiya atırıq ortaya, uşaq nə edir? Fərziyyə atır ortaya ki, müəllimə biz bunu bəlkə belə edək. Sonra deyirəm ki, yaxşı, onu sınaqdan keçir. Sınaqdan keçirməkdən ötəri uşaq başlayır plan qurmağa. Hansı ki, bilirik ki, biz Azərbaycan dil dərslərində plan qurmaq anlayışı var. Uşaqlar mətnlər əsasında plan qururlar və sınaqdan keçirmək üçün plan qururlar. Birinci addım nə olacaq? İkinci addım nə olacaq? Üçüncü addım nə olacaq? Dördüncü addım nə olacaq və ən sonunda nəticə olacaq. Yəni plan qurarkən mütləq şəkildə nəticəni sınaqdan keçirmək lazımdır. Sınaqdan keçirdəndən sonra əgər bizim gözlədiyimiz nəticəni verirsə, deməli o bizim problemimizin həlli olacaqdır. Və nəticəni də uşaq elmi dillə əsaslandırmağa başlayır. Elmi dillə əsaslandırmağa başlayır və bu olur elmi kompetensiya. Elmi kompetensiya. Deməli, bir fərziyyəni sınaqdan keçirdir və sınaqdan keçirmək üçün, daha doğrusu, plan qurur. Plan qurandan sonra artıq planı qurmaq nə deməkdir? Sən sınaqdan da keçirdirsən, görürsən bu sənin məqsədinə uyğundur və sən onu, nəticəni hər kəsə elan edirsən, elmi dildə əsaslandırırsan. Elmi biliklərin cəmiyyət və ətraf mühit üçün doğurduğu demək imkan və riskləri. Məsələn, elmi mənbələri, biotexnologiyalar, ekoloji qərarlar və s. tənqidi dəyərləndirir və s. bunları dəyərləndirə bilmək. Məsələn, bu cümlənin mənası nə oldu, dəyərli müəllimlər? Yəni bunları anlaya bilmək də, yəni tənqidi şəkildə dəyərləndirir. Məsələn, tutalım ki, siz cəmiyyət və ətraf mühitin doğurduğu imkanlar var. Sizə bir çox imkanlar var və yaxud da bu imkanlarla yanaşı risklər var. Yəni bu sizin qarşınıza çıxır da, siz nəyəsə risk eləyə bilirsiniz və bunu tənqidi mənada da siz onu dəyərləndirə bilərsiniz. Dəyərli müəllimlər, davam eləyirik texnoloji, mühəndislik və mühəndislik kompetensiyasına. Deməli, gəldik bura. Bəs texnoloji və mühəndislik kompetensiyası nə deməkdir? Bu elmi riyazi biliklərin demək eyni anda istifadəsidir. Yəni elmi və riyazi biliklərin tətbiq etmək bacarığıdır. Yəni siz riyazi savadlıq və deyək ki, elmi savadlıqda əldə etdiyiniz o bilikləri birləşdirib bir dənə texnoloji və mühəndislik kompetensiyası yaradırsınız. İndi burada məsələ nədir? Riyaziyyatda bizim daha çox hesablamamız var idi. Təkcə burada rəqəm olmaya bilər. Nəyisə müəyyənləşdirə bilməkdir və bu müəyyənləşdirmək yolunda sizin atdığınız addımlarda və yaxud da ki, elmi kompetensiya həm elmlə bağlı, eyni zamanda tənqid, təhlillər, daha sonra bax burada qeyd olunduğu kimi tənqidlərdir, təhlillərdir, bax burada qeyd olunub, eksperimentlərdir, müşahidələrdir, model qurmaqdır və s. Bunları model qurmaq görürsünüz, model qurmaqdır və s. Bunlar adlandı və sənin elmi kompetensiyanın nəticəsi o deməkdir ki, əgər bir şəxs nə isə edirsə, onu elmi dillərlə ifadə edə bilirsə, elmi terminlərdən istifadə edərək öz fikrini ifadə edə bilirsə, bu da elmi kompetensiyadır. Əslində elmi kompetensiyanın əsasını bu təşkil edir. Deməli, insan, yəni hər bir savadlı insan, elmi kompetensiyaya yiyələnmiş insan öz gördüyü işlərin, təhlilləri, nəticələri və s. bunları elmi yolla, elmi şəkildə terminlərdən istifadə edərək çatdıra, fikrini qura bilmək bacarığıdır deyək. Məsələn, deyək ki, burada nə deməkdir? Bu təbii ki, elmi riyazi biliklərin bax burada qeyd olunub. İndi mən dedim ki, burada elmi və riyazi kompetensiyaları birləşdirərək biz nə edirik? Bir demək texnoloji və mühəndislik kompetensiyasını yaradırıq. Yəni bunlar birlikdə yaranırlar və burada nə olur? Və bunlar birləşib bizdə nə yaradırlar? İkisi birində yaradırlar da, belə deyək. Real obyektlər sistemlərə, qurğulara, xidmətlərə çevrilməsi prosesində yaradıcı və sistemli iştirak etməkdir. Yaradıcı sistemli iştirak etməkdir. Deməli, bu nədir? Texniki və texnoloji obyektlərin necə işlədiyini başa düşə bilməkdir. Başa düşməyə çalışır. Texniki və texnoloji obyektlərin necə işləyə bilmək. Texnoloji obyekt deyəndə tutalım ki, kotelnilər var. Tutalım binalar, məsələn, deyək ki, uşaq bağçasıdır. Məsələn, gecə-gündüz deyək ki, belə deyək də, kombi aparatı yanır və isti saxlayır. Və bu zaman deməli, şəxs bir nəfər onu idarə edir, kotelnini idarə edir. Deməli, bu adamda hansı kompetensiya var? Texnoloji və mühəndislik kompetensiyası. Deməli, onun funksiyası, sonra işıq transformatorları var. Bilirsiniz ki, onun özünün öz mexanizması var. O transformatoru qoşa bilmək, ondan sonra onun necə işləyə bilməsini, necə işləmə mexanizmini bilinməsi, bunlar daxildir. Texniki və texnoloji obyektlərin necə işlədiyini başa düşməsi. Yəni, texnoloji və mühəndislik kompetensiyası deməkdir. Transformatorların dediyi işləmə mexanizmidir, kotelnlərin işləmə mexanizmidir. Sonra deyək ki, məsələn, deyək ki, çörək sexinə yeni bir aparatlar gətirilib, həmin aparatlardan istifadə olunma qaydasıdır. Sonra deyək ki, başqa nə deyə bilərik? Maşınlar, məsələn, maşın ustaları, maşınları diaqnostika edirlər, aparatdan keçirdirlər. O aparatla işləyə bilmək texniki və mühəndislik kompetensiyasıdır. Maşını düzəldə bilmək özü texniki və mühəndislik kompetensiyasıdır. İndi bilirsiniz də bütün maşınlar avtomatdır, yəni idarə olunur. Yəni deyək ki, Sovetin dövründə hazırlanan maşınlar kimi mexanika deyil. Yəni bunlar öz belə deyək ki, maşınların öz beyni var.
Və maşınlar, belə deyək ki, əgər beyin pozularsa, təbii ki, maşında da idarə etmə sistemində bir çox çətinliklər ortaya çıxmış ola bilər. Deməli, bunu qura bilmək, bunu hazırlaya bilmək özü də texniki və texnoloji, texniki mühəndislik kompetensiyasının xüsusiyyətlərindən biridir və sairə aid eləyə bilərik. Daha sonra dəyərli müəllimlər, verilmiş problemi deri nəzərə alaraq sadə prototip, belə deyək ki, model və plan hazırlayır. Tutalım deyək ki, məsələn, tutalım deyək ki, siz deyirsiniz ki, yeni bir smartfon hazırlanmalıdır və bu smartfon elə olmalıdır ki, o çox sürətli işləməlidir. Məsələn, deyək ki, telefon şirkətlərinin özlərinin qarşısına qoyduğu məqsədlər var və görünüş etibarı ilə də məqsədlər var. Nə bilim, əldə istifadə olunarkən sürüşməsin, əldə rahat olsun, nə bilim, əldə olarkən materialı elə olmalıdır ki, tərləməsin və s. də belə deyək, telefon şirkətlərinin qarşılarına qoyduğu məqsədlər var və bunun üçün də nə edirlər? Onlar bir model hazırlayırlar və model üzərində başlayırlar işləməyə. Tutalım ki, Mercedes və yaxud da BMW şirkətləri özləri deyirlər ki, yeni bir marka buraxmaq lazımdır və bu markanı digər markalara nisbətən baxırlar, onları təhlil eləyirlər. Onlarda olmayan xüsusiyyətlərdən hər hansısa birini və yaxud da bir neçəsini bu maşında cəmləşdirirlər və bilirik ki, bu mexanizmə uyğun olaraq maşının formasında da müəyyən dəyişikliklər edirlər. Və bu zaman maşının həm hissələrinin, həm də ki, maşının xarici görünüşünün modeli hazırlanır və bu da aiddir nəyə? Dəyərli müəllimlər, texnoloji və mühəndislik kompetensiyasına. Daha sonra deyək ki, burada qeyd olunur ki, resursların deyir ki, məhdudluğunu və təhlükəsizlik tələblərini deyir ki, təhlükəsizlik tələblərini estetik və ekoloji amillər nəzərə alaraq funksional və etibarlı və məqsədə uyğun həll axtarır. Resursları, məsələn, tutalım ki, bir şey haqqında siz araşdırma aparırsınız və görürsünüz ki, əlinizdə kifayət qədər məlumat yoxdur və təhlükəsizlik tələblərini deyək ki, nəyisə təhlükəsizlik tələblərini estetik və ekoloji amilləri nəzərə alaraq funksional, etibarlı və məqsədə uyğun həll axtarırsınız. Nə üçün? Funksional nə deməkdir? Hər zaman istifadə edə bilərsiniz. Yəni bunun bütün problemlərə uyğunlaşdıra bilərsiniz, problemlərin həllinə. Yəni həlli yolunu axtarırsınızsa, deməli məsələn ev işlərində tutalım ki, elə bir deyək ki, məsələn xanımlar elə bir məsələn tutalım ki, vasitə axtarırlar ki, onunla şüşə, pəncərə, nə bilim silmək asan olsun, lüstr silmək asan olsun, şəffaf olsun, parıldasın və s. və eyni zamanda onunla yanaşı məsələn deyək ki, mebellərin üzərində, xüsusən divanların, xalçaların üzərinə düşmüş ləkələri də apara bilsin və bunun üçün nə edirlər? Alternativ yollar axtarmağa başlayırlar. Yəni bu özü də bir mexanizmadır. Başlayırlar onda, yəni müəyyən maddələrdən istifadə etməyə və bu maddələri nə edirlər? Bir yerə qarışdırırlar və nəticə etibarı istifadə edirlər və bu nəticəni verirsə, deməli bu halda nə olur? Burada artıq yəni xanım özü oturur, nə isə hazırlayır burada. Nəyinəsə qatır, hazırlayır. Nədən nə qədər istifadə etmək lazım? Necə istifadə edir? Bunu bilirsə və nəticədə həqiqətən də istədiyi kimi bir vasitə hazırlayırsa, deməli bu halda hansı, yəni texnoloji və mühəndislik kompetensiyasına sahibdir. Eyni zamanda texnoloji və mühəndislik kompetensiyasının xüsusiyyətlərindən biri də ondan ibarətdir. Bu paltaryon maşından istifadə edə bilməkdir, robotdan sonradan istifadə edə bilməkdir. Daha sonra məsələn bilirik ki, məsələn hər birinin üstündə öz kitabı var, necə istifadə olmalıdır, xarab olan zaman necə istifadə etmək lazımdır və s. Bu kimi hallarda nə edirlər? Onun üzərindəki o yazıları oxuyurlar və bunu reallaşdırırlar. Və bunu bir dəfə və yaxud da bir neçə dəfə reallaşdırandan sonra şəxs həmin, yəni deyək ki, cihazlarda bir problem yarandığı zaman bunu icra eləyirsə və daha sonra nə olur? Həmin şəxsdə mühəndislik və texnoloji kompetensiya formalaşmağa başlayır. Və həmin cihazların necə çalışdırılması özü belə, yəni texnoloji və mühəndislik kompetensiyasından irəliyə gəlir. Davam edirik dəyərli müəllimlər, rəqəmsal savadlıq kompetensiyası. Rəqəmsal savadlıq kompetensiyası kompüter, planşet, smartfon, şəbəkə xidmətləri deyək ki, internet xidmətidir. Sonra süni intellekt alətləridir ki, məqsədyönlü, təhlükəsiz, tənqidi və yaradıcı şəkildə istifadə etmək bacarığıdır. Yəni bu kompetensiyaya demək olar ki, kompetensiyaya rəqəmsal müşahidə informasiya belə deyək ki, demək informasiya axtarmaq, mənbələrdə etibarlılığını müəyyənləşdirmək, yəni bunlardan istifadə eləyə bilmək, bu telefondur, planşetdir, smartfondur, sosial şəbəkələrin özündən istifadə edə bilməkdir. Şəbəkə xidmətləri var. Bax, məsəl üçün deyək ki, şəbəkə xidmət, məsələn, Bakseli şəbəkə xidmətləri var. Onlardan istifadə edə bilməkdir. Məsələn, süni intellektdə müəyyən axtarışlar verirsiniz, axtarışlar sizin istədiyiniz kimidirsə və deməli siz lazımı materialı lazımi şəkildə ötürmüsünüz ki, süni intellekt sizə məlum olan sizə lazım olan məlumatları demək çıxarır, təqdim edir və bu zaman nə olur? Təbii ki,
Dəyərli müəllimlər, deməli, süni intellekt imkanlarından kifayət qədər istifadə olunur. Rəqəmsal savadlığında daha bir xüsusiyyəti ondan ibarətdir ki, deyək ki, Instagram sosial şəbəkəsini istifadə eləyirsiniz və bu zaman siz Instagram sosial şəbəkəsinin deməli, qanuna uyğunluqlarını bilirsiniz. Necə paylaşımlar etmək lazımdır. Məsələn, tutalım elə sosial şəbəkələr var ki, onlarda sırf söyüşdən istifadə etmək olmaz. Üzr istəyirəm ifadəmə görə və yaxud da nəyisə sırf reklam etmirsinizsə, məsələn, deyək ki, videoda reklam kimi deyirsinizsə, məsələn, nəyisə adını çəkirsinizsə və bu zaman yəni bloklana bilərsiniz. Yəni bunu elə etmək lazımdır ki, həmin proqramın tələblərinə cavab verilsin ki, və siz də öz paylaşımınızı həqiqətən də ürək rahatlığına edə biləsiniz. Məsələn, tutalım ki, siz əgər Instagramdan yardım almaq istəyirsinizsə, hansısa bir problemlə bağlı, yardım və rəy bölməsinə daxil olursunuz və gedirsiniz, həmin o hissədəki məlumatları oxuyursunuz, anlayırsınızsa, bu savadlıq kompetensiyasıdır eyni zamanda və bunu ingilis dilində oxuyub anlayırsınızsa, çox dil bilmə kompetensiyasıdır və bunu bildikdən sonra daha sonra Instagram başlayırsınız idarə etməyə. Bu da artıq olur rəqəmsal savadlılıq kompetensiyası. Və yaxud da məsələn deyək ki, şagirdlərin Word-də işləməsi, Excel-də işləməsi, məsələn deyək ki, blog yazısı, blog yazıları edə bilməsi. Bunlar daxildir nəyə? Təbii ki də daxildir dəyərli müəllimlər, rəqəmsal savadlılıq kompetensiyasına daxildir. Tutalım ki, məsələn, siz tutalım Instagramda story hissəsində də məlumat paylaşa bilərsiniz. Reels və yaxud da adi formada da paylaşım edə bilərsiniz və bu zaman yəni siz bilirsiniz ki, 24 saatdan sonra deməli bu silinəcək. Story-də paylaşdımsa 24 saat silinəcək. Reelsdə paylaşdımsa bu səhifədə qalacaq. Deməli, siz paylaşdığınız məlumata uyğun olaraq Instagramın həmin bu imkanları sizə hansı uyğundursa, onları istifadə et. Təsadüfi şəkildə yox, uyğun şəkildə istifadə edə bilmək, bu artıq aid olacaq rəqəmsal savadlılıq kompetensiyasına. Dediyim kimi, kompüterdə Word, Excel, deyək ki, digər proqramlardan səmərəli şəkildə istifadə edə bilmək. Özdə sizə bir şey deyim, məqsədyönlü istifadə. Məqsədyönlü nə deməkdir? Özünə xeyir verə biləcək dərəcədə istifadə edə bilirsinizsə, deməli, bu olacaq nə? Rəqəmsal savadlılıq kompetensiyası. Eyni zamanda rəqəmsal savadlılıq kiber təhlükəsizlik, rəqəmsal etik davranış və onlayn ünsiyyət qaydalarıyla sıx bağlıdır. Kiber təhlükəsizlik nə deməkdir? Siz deməli elə etməlisiniz proqramlardan elə etməlisiniz ki, elə məxfilik siyasətini istifadə etməlisiniz ki, eyni zamanda öz məlumatlarınızı qoruya bilməlisiniz. Bu da kiber təhlükəsizliyə aiddir və bununla da rahat şəkildə işləyə bilməlisiniz. Dəyərli müəllimlər, davam eləyirik. Məsələn, burada qeyd olunur ki, məsələn, müxtəlif saytlardan istifadə edə bilirsiniz. Hətta reklam xarakterli və etibarlı, deyək ki, elmi maarifçi mənbələri fərqləndirə bilirsinizsə, bu da daxil olacaq rəqəmsal savadlığa. Məsələn, internetdə daxil olmusunuz, siz məlumatları oxuyursunuz və məlumatı oxuyan zaman reklam xarakterli və etibarlı, sizə lazım olan məlumatı fərqləndirə bilirsinizsə və onları bu məlumatları müqayisə eləyirsinizsə və yaxud da özünüzə lazım olanı kopya eləyib götürürsünüzsə, müəyyən hissələri kəsirsinizsə, rəqəmsal savadlılıq kompetensiyasıdır. Daha sonra başqa nə deyək? Nümunələr çoxdur təbii ki. Rəqəmsal tutalım deyək ki, hər kəsin əlində telefon var. Biri oyun oynayır, biri deyək ki, sosial şəbəkələrdə show biznes xəbərlərindən məşğul olur. Digəri isə dərslər üçün istifadə eləyir, YouTube-a girir, dərs izahlarına baxır və s. Bu adam artıq rəqəmsal savadlılıq kompetensiyasına yiyələnmişdir. Yəni dövrün bu deyək ki, texnoloji vasitələrini özünü inkişaf elətdirmək üçün istifadə edir. Əgər bir şəxs dövrün texnoloji bu vasitələri var ki, İKT-dən özünü inkişaf elətdirmək üçün istifadə edirsə, deməli bu nə olur? Rəqəmsal savadlılıq kompetensiyası. Dəyərli müəllimlər, davam eləyək. Aha. Deməli, şəxsi sosial və öyrənmə kompetensiyası çox rahat kompetensiyalardan biridir. Şəxsi kompetensiya nə deməkdir, dəyərli müəllimlər? Məsələn, mən bilirəm ki, mənim güclü tərəfim nədir? Mənim zəif tərəfim nədir? Mənim qavrayışım zəifdir və yaxud da mənim qavrayışım güclüdür. Mənim pis tərəfim nədir, yaxşı tərəfim nədir? Mən hansı zamanlar daha çox emosional davranıram? Nə vaxt oxuyanda mənim üçün daha verimli olur, daha yaxşı olur dərs oxuyanda? Nə vaxt oxuyanda bunun heç bir səmərəsi olmur? Və yaxud da mən nə zamanlar daha çox aqressiv oluram və s. Tutalım deyək ki, imtahan zamanı mən çox həyəcan keçirdirəm və yaxud da qəfil mənə xəbər verəndə mən çox böyük bir həyəcan hissi keçirdirəm və şəxsi bu kompetensiyalar var ki, bizi digərlərinə fərqləndirən bir xüsusiyyətdir. Bizi ümumiləşdirən yox, bizi xüsusi eləyən bir xüsusiyyətdir. Və şəxsi kompetensiyada biz özümüzə aid olan bütün məlumatları bilirik. Özümüzə aid olan hər şeyi bilirik. Bəzən insanlar olur ki, paltar almağı tək edə bilmirlər. Çünki yəni bilir ki, o xoşlayır ki, yəni başqalarına da rəyi olsun. Bu şəxsi kompetensiyadır artıq. Yəni bu halda biz buna şəxsi kompetensiya. Sosial nə deməkdir? Sosial artıq burada insanlar var. Bir və yaxud da bir neçə insanlar və yaxud da müəyyən qrup insanlar var. Burada nədir? Müəllimlər
Əməkdaşlıq edə bilməkdir, empatiya hissi göstərə bilməkdir. Empatiya nə deməkdir? Özün başqasının yerinə qoyub, o insanı anlaya bilməkdir, o insanı başa düşə bilməkdir. Bu olur artıq empatiya hissidir. Məsələn, bir hadisə baş verirsə, mən başqasını qınamaq əvəzinə həmin insanı başa düşə bilirəmsə, özümü onun yerinə qoya bilirəmsə, bir ifadə var, Seyid Əzim Şirvanidən qalma bir ifadədir. Deməli, orada qeyd olunur ki, Leyli Qaraqura bir ərəb qızı olur və bu ərəb qızı necə olur ki, dastanların mövzusu olur da, yəni bu Leylidə necə olur və bu halda Seyid Əzim Şirvani qeyd edir ki, gir Məcnunun gözünə, bax Leylinin üzünə. Yəni Seyid Əzim Şirvani bizə burada artıq empatiya, Məcnuna empatiya göstərməyi, yəni Məcnunun dil baxışı ilə Leyliyə baxmağı məsləhət görür ki, sən Məcnunun baxışı ilə Leyliyə baxsan, sən başqa bir gözəl görəcəksən. Və ona görə də empatiya göstərmək, yəni təbii ki, bizim sosial davranışlarımıza, yəni kompetensiyamızın formalaşmasına səbəb olacaqdır. Konfliktlərin konstruktiv şəkildə həll olunması. Bəzən olur ki, gənclər bir araya toplaşırlar və bəzən elə olur ki, məsələn, elə bir durum yaranır ki, istər məktəblilər olsun, istər lap cavanlar olsun, yaşlılar olsun, bir nəfər kənardan durub davanı daha da qızışdırırsa, biz buna deyə bilmərik ki, bu sosial kompetensiyaya sahibdir. Yox, problemin arasına girə bilmək, o insanları bir-biri ilə belə deyək ki, problemlərini danışa bilmək, onları dinləyə bilmək, nəticə etibarı ilə problemin davasız, şavasız, deyək ki, heç bir pis hadisəsiz nəticələnməyini nəticələnirsə, deməli həmin şəxs nəticələnməsinə səbəb olursa, həmin şəxs deməli belə deyək ki, sosial kompetensiyaya sahibdir. Çünki insanlarla fikir mübadiləsi apara bilir, insanları anlaya bilir, empatiya göstərə bilir, dinləyə bilir, fikrini təlqin edə bilir, özünü ifadə edə bilir. Deməli burada daha nə olsun? Deməli burada sosial kompetensiyadır. Müxtəlif baxışları, insanların müxtəlif baxışları ola bilər də, belə deyək ki, müxtəlif baxışları ola bilər, müxtəlif fikir tərzləri ola bilər. Onlara hörmət göstərmək və hörmət nümayiş etdirmək özü də təbii ki, sosial kompetensiyadır. Yəni əgər biz başqasına hörmət göstərməsək, onun fikrini kobud şəkildə, sözünü kobud şəkildə kəssək, fikrinə belə deyək ki, körpü salsa, təbii ki, arada konfliktlər yarana bilər də. Amma təbii ki, biz əgər səmərəli bir ünsiyyətə keçiriksə, mütləq şəkildə qarşımızdakı insanın fikirlərinə hörmətlə yanaşmalıyıq, hörmətlə yanaşmalıyıq və bundan sonra fikir bildirməliyik. Daha sonra, məsələn, baxın, görürsünüz, bax, burada deyir, imtahana hazırlaşarkən özünə həftəlik plan tərtib edirsə, deməli, bu öyrənməyi öyrənməkdir də. Hə, öyrənməyi öyrənməkdir və belə deyir, özü üçün strategiyalar müəyyən eləyir. Daha sonra, məsələn, o necə istirahət edə bilər ki, dərsdən sonra, məsələn, 1 saat istirahət, fikirləşib planlaşdırır ki, 1 saat istirahət eləsən və hansı saatlarda istirahət eləsən, bu istirahət özü belə mənə xoş gələcək və yəni günün hansı saatlarında istirahət eləyib, hansı saatlarında dərs oxumalıyam və s. özü üçün plan tərtib eləyir və öz məqsədlərinə doğru bu şəkildə addımlayırsa, bu öyrənməyi öyrənməkdir. Öyrənməyi öyrənmək nə deməkdir, dəyərli müəllimlər? Yəni, mən bir şey öyrənən zaman onu elə edirəm ki, yəni mən qarşıma qoyduğum məqsədə çatıram. Yəni plan qururam özümə və plana məqsədə, yəni çata bilirəm də, belə deyək. Bunu da nəyin sayəsində? Şəxsi kompetensiya nəticəsində müəyyən edilir. Əgər bizdə şəxsi kompetensiya formalaşmasa, bizdə öyrənmə kompetensiyası olmayacaq. Birmənalı şəkildə bu belədir. Deməli, öyrənmək, bax, öz öyrənmə tərzlərini müşahidə eləyir. Baxın, uşaq var ki, kimsə dinləyərkən öyrənir. Uşaq var ki, dərs oxuyarkən xoşlayır fon musiqi getsin və yaxud da test işləyərkən. Uşaq var ki, kitabı oxuyarkən öyrənə bilir. Yəni, hərənin öyrənmə tərzi bir cürdür və müşahidə eləyir və ona hansı uyğunsa onu seçir. Və fikirləşir ki, ömür boyu inkişaf etmək, öyrənməyi ömür boyu inkişaf etməyi hədəf seçir. Yəni, mən nə edirəmsə edim, mən öyrənməliyəm və bu öyrənmə elə bir öyrənmə olmalıdır, elə bir məlumat olmalıdır ki, bu məni inkişaf elətdirsin. Yəni, bir yerdən digər yerə çatdıra bilsin. Daha sonra, öyrənmə strategiyalarını müəyyən edə bilməsi və bunu araşdıra da bilər. Hansı öyrənmə strategiyaları var? İnsanlar hansı öyrənmə strategiyalarını istifadə edə bilər? Mən necə istifadə edə bilərəm ki, mən də daha da uğurlu ola bilim? Və s. bu öyrənmə kompetensiyasıdır. Burada da var, məsələn, şəxsin özünün emosiyalarını idarə edə bilməsi. Məsələn, deyək ki, bununla bağlı fəaliyyət məsələn keçirilir deyək. Stresli situasiyalarda necə hərəkət edə bilməsi. Bunlar hamısı təbii ki, aidi şəxsin özünə aiddir. Adam var ki, qarşısındakı insan onu nə qədər əsəbləşdirsə də o öz belə deyək emosional sabitliyini qoruyub saxlayır. Amma digəri elə deyil axı. Deməli biz bunu məsələn ümumi götürə bilmərik də. Deməli bu şəxsə özəl olan bir xüsusiyyətdir. Daha sonra qrup işi zamanı, qrup işi varsa, deməli burada uşaqlarda sosial kompetensiyalar formalaşdırılır. Davam edirik, dəyərli müəllimlər. Fəal vətəndaşlıq mövqeyi nə deməkdir? Fəal vətəndaşlıq mövqeyi adətən burada şəxs belə deyək ki, özünü sorğuluyur. Necə sorğuluyur? Deyir ki, mən bu vətən, dövlət, cəmiyyət üçün daha faydalı nə edə bilərəm? Bunun üzərində düşünür.
Nə edə bilərəm ki, cəmiyyətdə, yəni cəmiyyətim üçün, öz millətim, ölkəm, xalqım üçün mən müsbət nə edə bilərəm? Və məsələn deyək ki, şəxs, deyək ki, xarici ölkədə Azərbaycan mədəniyyətini təbliğ eləyirsə, deməli bu halda nə olacaq? Fəal vətəndaşlıq mövqeyi olacaq. Çünki bir vətəndaş kimi xarici ölkədə nə qədər olub ki, yəni Xocalı soyqırımı ilə bağlı gənclərimiz belə deyək təbliğat aparıblar. Təkcə yəni bu media vasitəsilə özünü göstərməyib də, yəni gənclərimiz də, yəni vətənpərvər şəxslər də bununla bağlı addımlar atıblar və yaxud da deyək ki, şəhidlərimizin sosial şəbəkələrdə şəkillərinin paylaşılması, onlar haqqında məlumat verilməsi, deyək ki, Azərbaycan tarixi haqqında məlumat verilməsi və s. bunlar da fəal vətəndaşlıq mövqeyinə aiddir. Dövlət himni. Məsələn, deyək ki, məsələn, şəxs idman yarışlarında qalib gəlir, birinci yerə çıxır və Azərbaycan bayrağı ən yüksəklərdə dalğalanır, himn səslənir və bu da fəal vətəndaşlıq mövqeyidir. Yəni Azərbaycanla bağlı olan dəyərlərin, Azərbaycanla bağlı olan məlumatların, xalqımıza xas olan məlumatların, yəni ki, bizi bir xalq kimi dünyaya tanıda biləcək məlumatların, yəni belə deyək ki, ötürülməsi, onların yəni belə deyək ki, nümayiş olunması fəal vətəndaşlıq mövqeyinə aiddir. Yəni mənim bu cəmiyyətə rolum nə ola bilər? Müsbət mənada mən nə edə bilərəm? Mən xalqım üçün özünü daima belə insanlar öz xalqına borclu bilirlər. Öz dövlətinə ərazi bütövlüyünü bilmək, dövlət himnlərini bilmək, dövlət himnini bilmək, atributlarını bilmək, onları təbliğ etmək, belə deyək, məsələn, mühüm məlumatları çatdıra bilmək və s. bunlar hamısı fəal vətəndaşlıq mövqeyidir. Hətta belə qeyd edeyim ki, könüllü layihələrində iştirak edə bilmək. Məsələn, könüllü tutalım ki, belə deyək ki, layihələr icra olunur və bu layihələrdə könüllü layihələri var, belə deyək. Könüllü layihələrdə iştirak edə bilmək. Məsələn, tutalım ilk Avropa oyunları oldu Azərbaycanda 2015-ci ildə. Nə qədər könüllülər qoşuldu. İngilis dili bilənlər, ingilis dili istiqamətində və s. yəni bir neçə istiqamətdə könüllülər qoşulmuşdu və bu nə idi? Yəni xaricdən artıq Azərbaycana axın-axın turistlər gəlirdi və bu könüllülərdə o qədər bunların xidməti oldu ki, həqiqətən də o qədər bunların xidməti oldu, yəni ölkəyə faydası oldu ki, o qədər işlər görüldü və həmin şəxslər işlədilər, eyni zamanda təcrübə qazandılar özlərinə və eyni zamanda öz xalqına, millətinə, dövlətinə xidmət etdi. Bu da nədən irəli gəlirdi? Həmin şəxs niyə görə oturduğu yerdə yəni getsin könüllü fəaliyyət göstərsin, ya az maaşa və yaxud da heç yəni qarşılıq gözləmədən bu artıq olur fəal vətəndaşlıq mövqeyi. Yəni öz xalqı, öz millətinə, öz dövlətinə belə deyək ki, xidmət göstərir. Aha, öz millətinə belə deyək ki, xidmət göstərmiş olur. Yəni dövlət rəmzləri də burada da qeyd olunduğu kimi könüllü aksiyalarıdır və yaxud da deyək ki, vətəndaşları, məsələn, ictimaiyyətə daha faydalı ola biləcək nə edə bilərlər? Məsələn, görürlər ki, tutalım, məsələn, müəyyən bir ərazidə, tutalım da deyək ki, məktəb otağında vəziyyət yaxşı deyil. Məsələn, valideynlər yığışırlar, məktəbdə yəni müəyyən təmir işləri apara bilərlər. Yəni burada təşəbbüs edirlər. Bu da fəal vətəndaşlıq mövqeyidir. Niyə görə? Təhsilə kömək edə bilərlər. Yəni bu özü də fəal vətəndaşlıq mövqeyinə aiddir. Daha sonra dəyərli müəllimlər, qeyd eləyim nə haqqında? Deməli, sahibkarlıq kompetensiyası haqqında burada kitabda tam düşməyibdir. Deməli, bu nə deməkdir? Sahibkarlıq kompetensiyası adətən bunun ortaq fikri nədir? Sahibkar burada bir insandır və bir insanın fikrinin başqalarının ortaq dəyərinə çevrilməsidir. Üzr istəyirəm. Deməli, bu nə deməkdir? Belə deyək ki, bir insan, deyək ki, bir müəssisə açır, müəssisə açan zaman və yaxud da bir layihə deyək ki, icra eləyir. Bu layihədə məsələn deyək ki, ölkədə məsələn təmizliklə bağlı və yaxud da deyək ki, məişət tullantıları filan olur ki, atırlar və s. bununla bağlı ola bilər və bunun yəni bununla bağlı vaxtaşırı paylaşımlar oluna bilər. Axır ki, bunu kimsə idarə edir də, yəni qaydalar qoyur, prosedurlar qoyur, qanunlar qoyur, yəni ki, bunu icra eləyə bilsin. Yəni ümumiyyətlə eyni zamanda sinifin idarə edilməsi ilə bağlı qayda və prosedurlar keçmişik, gözləntilə keçmişik ki, bu nəyə aid ola bilər kompetensiya olaraq? Sahibkarlıq kompetensiyasına aiddir. Qeyd edeyim müəllimlər, sahibkarlıq kompetensiyasına aiddir. Yəni bunu idarə edən bir nəfər var. Yəni bir nəfərin yaratdığı nə isə bir ideya başqalarının belə deyək ki, ortaq dəyərlərinə çevrilir və məsələn bir yerə gedəndə də bu layihə çərçivəsinə uyğun olaraq, layihənin qaydasına uyğun olaraq dəniz kənarına gedirsə şəxs və bu zaman tullantılar görürsə orada, o tullantıları yığır və onu atır. Məsələn, gedərkən görür ki, zibillər var. Məsələn, yolda üzr istəyirəm, zibil atıblar və çalışır ki, o zibili oradan təmizləsin. Məsələn, görür ki, Yaponiyada adətən insanlar hətta küçələri məsələn necə təmiz saxlayırlar. Bu nədən irəli gəlir? Deməli, onlarda deməli
sahibkarlıq kompetensiyası çox güclü olub. Bu nədən ibarətdir? Yəni onların layihələri çox güclü olub ki, onlar insanlara təsir eləyiblər. Nəticə etibarilə bu insanlarda dəyər halında formalaşıb. Bundan əlavə, dəyərli müəllimlər, və bu sahibkarlıq kompetensiyası insanlarda nəyi formalaşdıra bilər? İnsanlarda yaradıcı düşüncəni formalaşdıra bilər. Mən daha necə edə bilərəm ki, insanları özümə cəlb edə bilim? Mən daha necə edə bilərəm ki, qarşıya qoyulan bütün problemləri həll edə bilim? Və problemi həll edə bilmək modunda olmaq insanların təşəbbüskarlıq qeyd edeyim. İnsanların təşəbbüskarlıq modunda olmaq demək. Təşəbbüskarlıq nə deməkdir? Problemlərin həllində maraqlı olmaq deməkdir. Maraqlı olmaq mənasını ifadə edir. Daha sonra deməli, məsələn, insanlar biznes qururlar. Biznes qururlar və bu biznesi idarə eləyirlər. Məsələn, müəyyən saatlarda sən işə gəlməlisən, falan işi görməlisən, iş bölgüsü aparılır burada və nəticə etibarilə nə olur? Təbii ki, bu da özdə sahibkarlıq kompetensiyasıdır. Yəni işdə əvvəlcədən, yəni deyək ki, işin sahibi deyək ki, bir dəyərlər müəyyən eləyir, müəyyən bir ardıcıl dəyərlər kompleksi müəyyən eləyir və hər kəs də ona riayət eləyirsə, deməli bu özü sahibkarlıq kompetensiyasıdır. Və bu sahibkarlıq kompetensiyası nə isə idarə etməklə bağlıdır. Nə isə idarə etməklə bağlıdır. Deməli, layihələr məsələn icra olunur. Bəzən şagirdlər layihələr icra eləyirlər. Layihəni icra edən şəxs layihələr icra eləyirlər və hər kəs də bu layihəni demək belə deyək ki, layihəyə əməl etməyə səsləyirsə və insanlar buna, ətrafdakılar buna əməl edirlərsə, bu sahibkarlıq kompetensiyasıdır. Məktəbdə belə layihələr icra eləyirlər və digər şagirdlər də bu layihələrə qoşulursa, deməli burada artıq layihə yaradıcısının sahibkarlıq kompetensiyasına yiyələnməsi deməkdir. Məsələn, deyək ki, belə qeyd eləyək ki, bəli, bu daha sonra qənaət, öz pulunu idarə edə bilmək. Şəxs əgər öz pulunu idarə eləyə bilirsə, yəni ona verilən pulu ay ərzində idarə eləyə bilirsə, deməli bu özü də təbii ki, sahibkarlıq kompetensiyasına malik olmaq deməkdir. Daha sonra müəllimlər gəlirik mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası. Mədəni məlumatlıq nə deməkdir? Bu belə deyək ki, məlumatlı özünü ifadə kompetensiyası deməkdir də. Yəni fərdin öz mədəniyyəti və digər mədəniyyətləri tanıması. Öz mədəniyyəti nədir? Azərbaycan xalqı olaraq bizim mədəniyyətimiz nədir? Bunu bilməsi. Birinci mədəniyyət sözünü başa düşməsi. Mədəniyyətin nə olduğunu bilməsi və tanıması, bizim mədəni elementlərimizi tanıması, müxtəlif mədəniyyətlərə, öz mədəniyyətinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşması, mədəni elementlər. Bax, bizi Azərbaycan xalqı eləyən, bizi Azərbaycanlı eləyən nədir? Bizim dilimizdir. Deməli, dil mədəni elementdir. Ədəbiyyatımızda deməli, ədəbiyyat mədəni elementdir. Musiqimiz, incəsənətimiz, adət-ənənəmiz, mətbəximiz və s. Bu bizim belə qeyd eləyək ki, mədəni elementlərimizdir. Deməli, bunlar vasitəsilə eyni zamanda bunları ifadə edə bilmək. Təkcə bunları bilmək yox, eyni zamanda bunları ifadə edə bilməkdir. İndi gəlin bax bir şey qeyd edeyim sizə. Məsələn, bir Azərbaycan xalqı hara düşsə nə edə bilər? Məsələn, mədəni məlumatlıq dedikdə, məsələn, bir qrup Azərbaycan xalqı, bir qrup, məsələn deyək ki, 100 nəfərdən ibarət olan bir qrup Azərbaycan xalqı bir yerə düşsə nə edə bilər? Məsələn, bir yerə getsək, məsələn, tutalım orada belə deyək ki, bir il qalsaq, nə edə bilərik? Öz dilimizdə danışa bilərik. Öz dilimizdə danışa bilərik. Ədəbiyyatımızdan şeir danışa bilərik və yaxud da folklordan danışır, şifahi xalq ədəbiyyatına uşağımızı yatızdırarkən layla oxuya bilərik. Yuxudan oyanarkən əzizləmələrdən, yəni uşağın keyfini açmaqdan ötəri əzizləmələrdən oxuya bilərik. Daha sonra nə edə bilərik? Şeirlər, məsələn deyək ki, belə deyək də şeirlər oxuya bilərik. Daha sonra mahnılar oxuya bilərik. Daha sonra musiqi ifa eləyə bilərik sazda, nə bilim qopuzda və s. özümüzə aid olan musiqi alətlərdə, tarda ifa eləyə bilərik. İncəsənət, belə deyək ki, incəsənət belə deyək ki, şəkil çəkə bilərik. Bu sırf bizə aid olan bir tərzdə olmalıdır da, belə deyək. İncəsənət nümunələrimiz hansılardır? Bizim incəsənət nümunələrimizi saysaq, yəni siyahı nə qədər uzundur və daha sonra adət-ənənələrimizdir. Məsələn, bir yerə düşdük, Novruz bayramında biz hansı adət-ənənələr? Bir il ərzində məsələn qaldığımız yerdə Novruz bayramı gəlsə, hamı yığışacaq Novruz bayramı. Biz əslində xalq olaraq necə ediriksə, elə etməyə çalışacağıq. Adət-ənənələrdir, mətbəxdir, yemək bişirəndir. Biz gedib İtalyan mətbəxini bişirməyəcəyik ki, biz gəlib öz yeməklərimizi bişirib yeyəcəyik. Yəni mədəni nə deməkdir? Bu mədəniyyətlərə sahib olmaq, bunu ifadə edə bilmək özü mədəni məlumatlılıqdır. Yox, şəxs mədəniyyətini bilirsə, amma o mədəniyyətə uyğun heç nə ifadə edə bilmirsə, deyək ki, öz yeməklərini bişirmirsə, biz bu şəxsə deyə bilmərik ki, mədəni məlumatlı və özünü ifadə etmə kompetensiyasına sahibdir. Məsələn, tutalım ki, biz dedik ki, mədəni məlumatlı eyni zamanda başqa xalqların mədəniyyətlərini başa düşmək, eyni zamanda onlara hörmət göstərə bilməkdir. Məsələn, mən
Mən məktəbdə şagirdlərə, deyirəm ki, məsələn, gəlin yarmarka keçirək və müxtəlif, ölkələrin mətbəxlərinə aid yeməklər bişirilsin, və onu yarmarka formasında nümayiş elətdirək. Və nəticə olaraq, şagirdlər biri Yunan mətbəxi, biri İtalyan mətbəxi, elə biri Azərbaycan mətbəxi, biri Türkiyə mətbəxindən seçirlər, yeməklər hazırlayırlar və yarmarka formasında bunu düzürlər. Və biz yaxınlaşanda, hər hansı bir yeməyi götürüb dadına baxanda, və bu zaman həmin şəxslərdən soruşanda başlayırlar onun yeməyin hazırlama qaydası, hansı belə deyək ki, hansı dilim çaşdı, hansı belə deyək ki, ərzaqlardan istifadə olunubsa, əgər onları saya bilirsə, deməli bu halda, deməli şəxslərdə, mədəni, mədəni məlumatlıq kompetensiyası vardır. Deməli o ölkənin, deməli bu məsələn ərzaqların həmin xalqın mətbəxində nə kimi əsas, funksiya daşıdığını, əgər dilə gətirə bilirlərsə, bunu izah eləyə bilirlərsə, təkcə yəni menyunu saymırlar, bunları izah eləyə bilirlərsə, deməli mədəni məlumatlıq kompetensiyasına yiyələnmiş olurlar. Belə. Daha sonra şagirdlər məsələn tutalım ki, teatr sahəsində bir sual verəndə cavab verə bilirsə, muzeyə gedə bilirlərsə, orada muzeydə məlumatlar öyrənə bilirlərsə, Azərbaycan kinosu barədə məlumata sahibdirlərsə, sərgilərə gedə bilirlərsə, deməli burada artıq mədəni məlumatlıq kompetensiyasıdır. Dəyərli müəllimlər, ümumi olaraq, belə qeyd eləyək ki, bu kompetensiyalar hər biri bizim inkişafımıza xidmət edən, yəni bizi 21-ci əsrin tələblərinə uyğunlaşdıran əsas xüsusiyyətlərdəndir. Beləliklə izahım bu qədər dəyərli müəllimlər. Diqqətinizə görə təşəkkür edirəm.